Salam əziz izləyicilər, hal-hazırda Füzulinin Alxanlı kəndindəyik. Hansı ki, döyüşlərin 44 günlük Vətən müharibəsində savaşların başladığı ilk ərazidəyik. Həmin ərazidə hal-hazırda şəhidlərimizin qanı tökülən ərazidə lalələr bitib, qırmızı, al-qırmızı lalələrə qərq olub torpağın üstü və biz hal-hazırda ilk azad olunmuş təpədə dayanmışıq. Hansı ki, bu 5 il bundan əvvəl burada mənfur qonşularımız ermənilər dayanırdı və onların dayandığı təpə idi. Hal-hazırda bizim azadlığa qovuşmuş təpəmizdir ki, biz rahat şəkildə bu ərazini ziyarət edə bilirik ki, siz burada yaradılan səngərləri də görəsiniz və hansı cinahdan bizimkilərə hücum olunub, onların şahidi olasınız. Baxın, burada bir snayper üçün yaradılmış bir səngər var və eyni zamanda burada səngərdə də lalələr bitib. Digər tərəfdən qarşı tərəfi istəyirəm görəsiniz. Əgər mümkün olsa kadrı yaxınlaşdırardınız. Və baxın, bizim ilk savaşların başladığı ərazidən ilk alınan təpənin yanına qədər tökülən şəhid qanlarının yerində bitən lalələr var. Mən bunu belə izahını verərdim ki, hər bir lalə düşən hər bir şəhidin qanının damlasından əmələ gəlib. Odur ki, al-qırmızıdır və digər tərəfdə də eyni qayda ilə qarşı tərəfdən də laləlik göz oxşuyur. Bu mənzərəni seyr eləmək qürur verici olsa da eyni zamanda da həqiqətən kədərli bir mənzərədir. Doğrudan kədərli bir mənzərədir ki, biz bu lalələrə baxanda şəhidlərimizi xatırlayırıq. Biz bu lalələrə baxanda qəhrəman igidlərimiz yadımıza düşür. Hansı ki, o oğullar vətən torpaqlarının azadlığı uğrunda arzularını yarım qoydu. O oğullar vətən torpaqlarının azadlığı uğrunda ailələrini yarım qoydular. Bir çoxu həmin qəhrəmanlardan hətta övladının üzünü belə görə bilmədi. Neçəsinin toyu yarım qaldı, nişanı yarım qaldı, yoldaşları, arzuları yarım qaldı və ən ağrılı məqam isə hər bir şəhid anasının ürəyində bala dərdi qaldı. Qəhrəmanlarımız unudulmur, heç vaxtda unudulmayacaq. Hal-hazırda bu gördüyünüz abidə isə 44 günlük Vətən müharibəsində qazandığımız qələbədən sonra şəhidlərimizin xatirəsinə uzaldılmış abidədir ki, üzərində də qeyd olunub Vətən uğrunda canından keçən qəhrəmanların şəhid olduğu ilk yerlərdən biri. Hər birinin ruhu şad olsun. İgidlərimizin, bu vətən torpaqlarının azadlığı uğrunda canından keçən qəhrəmanlarımızın hər birinin ruhu qarşısında baş əyirik. Onlar bu dünyadan köçsələr də, bu dünyadan başqa bir dünyaya deyil, məhz qəlbimizə köç ediblər, hər zaman qəlbimizdə yaşayacaqlar.